Bir sıra xəstəliklərin aradan qaldırılması üçün tətbiq edilən müalicə metodlarından danışacağıq. Qonağımız təcrübəli həkim referentoloq, plazmaferez və azonoterapiya mütəxəssisi Ağa İsmailov olacaq. Dəyərli tamaşaçılar, bu dəfəki verilişimizdə sizə plazmaferez, yəni qanın yuyulması, təmizlənməsi və azonoterapiya haqqında ətraflı məlumat verəcək. Və bu prosedurların hansı xəstəliklərdə çox effektiv olduğu haqqında Yaşamaq Gözəldir verilişində sizə ətraflı izah edəcəyik. Peşəkarlara müraciət edərək sağlam yaşayın. Hər vaxtınız xeyir olsun. Yaşamaq Gözəldir verilişinin yolunu səbirsizliklə gözləyənlər. Bəli, vaxt artıq bizimdir. Bilirsiniz, bu həftədən etibarən saat 10:00-dan efirdə oluruq və hər gün iki fərqli mövzu müzakirə edirik. İki fərqli xəstəliklə bağlı çalışırıq ki, sizi maarifləndirək. Bugün Yaşamaq Gözəldir ailəsinə yenicə qoşulan bir doktorumuzu sizə təqdim edirik. Artıq anonslardan bəlli oldu. Söhbət Ağa İsmailovdan gedir. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Gününüz uğurlu olsun. Təşəkkür edirəm. Dəvətiniz üçün minnətdaram. Sabahınız xeyir olsun. Mən bilirəm ki, artıq dünəndən anonslar efirdə yayımlanmağa başladığı andan insanlar üçün bu mövzu çox önəmlidir. Xüsusən də son bir neçə ildə, mən belə deyim ki, hətta qanın yuyulması lazım oldu, olmadı, istifadə edənlər var, dəb halına gətirənlər var. Ancaq siz özünüz deyəcəksiniz kimlərə olar, kimlərə olmaz, hansı halda tətbiq edilsə daha məqsədə uyğundur, effektini görə bilərik. Ümumiyyətlə, izləyicilərimizə deyim ki, bədənimiz bəzən həqiqətən çox yorğun olur, halsız olur, hətta birdən siqnal verir də mənə kömək et deyə. Axı bədənimizin də bir dili var, bir səsi var. Sadəcə onu eşitmək, dəyərləndirmək bizim öz əlimizdədir. Bizdən asılı olan bir haldır. Bugün təbii ki, Ağa doktor öz məsləhətləri ilə Yaşamaq Gözəldir də pasiyentlərə doğru yol göstərməyə çalışacaq. Mən fürsətdən istifadə edib deyim ki, doktorumuz Real Hospitalda çalışır, əziz izləyicilərimiz. Və əlaqə nömrəsi 055 265 81 77 724 aktivdir. Zəng vurun, qeydiyyatdan keçin, birbaşa Ağa doktorun konsultasiyasını iştirak edib, onun prosedurları vasitəsilə sağlamlığınıza qovuşmaq istəyirsinizsə, bu addımı vaxtında atmaq lazımdır. Bugün çox vacib bir məqama toxunuruq. Həm qanın yuyulması, həm də təbii ki, bədənin oksigenlə təmizlənməsi. Çox maraqlıdır. Birinci istərdim elə qanın yuyulmasından başlayaq. Yəni, plazmaferezdən söhbət gedir. Qanı yumaq ümumiyyətlə, doktor, nəyi dəyişir? Minnətdaram, gözəl sualla başladıq verilişimizi. Düşünürəm ki, izah etdikcə tamaşaçılarımız da çox faydalanacaq bundan. Əvvəla qanın yuyulması dedikdə bu elmi adı plazmaferezdir. Plazma qanın maye hissəsi, ferez isə ayırıram deməkdir. İlk növbədə onu qeyd edeyim ki, plazmaferez qanda olan iri molekullu toksinlərin bunlara aiddir. Xüsusən də trigliseridlər, aterogen lipidlər, autoimmun antitellər, eyni zamanda və digər deməli qaraciyərə toksiki təsir göstərən iri molekullu toksinlər və allergenlər. Deməli bunların qandan müasir deməli üsulla ayrılması prosesidir və bu prosedur tam ağrısızdır. Tərəfimizdən tam steril bir şəraitdə bütün istifadə etdiyimiz materiallar bir dəfəlik olmaqla icra olunur. Və bu prosedur o prosedurlardandır ki, plazmaferezi, yəni qanın təmizlənməsini həm xəstə insanlar icra edə bilər, eyni zamanda heç bir xəstəliyi olmayan sağlam insanlar da icra eləyə bilər. Nə üçün sağlam insanlar da? Xəstə insanlar aydındır. Öz xəstəliklərindən mübarizə aparmaq üçün, daha sağlam olmaq üçün bəzi ayrı-ayrı məqamlara gedişatımız boyunca mən toxunacağam. Deməli, sağlam insan bildiyiniz kimi biz yaşa dolduqca fizioloji bir qocalma hadisəsi baş verir. Bu fizioloji qocalma məhz o fonda başlayır ki, orqanizmdə, qanda iri molekullu toksinlər toplanır və bizim qaraciyərimiz bir növ qanın filtr rolunu oynayır və qaraciyərimiz qanda olan həmin iri molekullu toksinləri detoks eləyir, lakin qaraciyərimiz heç də həmməşə onun ötəsindən gələ bilmir. Ona görə də bir növ müdaxilə edərək biz deməli, qanı təmizləyərək qaraciyərin həm
işini yüngülləşdirmiş oluruq, həm də fizioloji qocalmanı bir növ uzatmış oluruq. Yəni onun qarşısını almış oluruq. Və tarixinə bir balaca mən toxunmaq istəyirəm, yeri gəlmişkən. Ümumiyyətlə, bu təbiblər tərəfindən hələ eramızdan əvvəl pis qanın xaric olması deyə bir üsulla bu icra olunurdu. Biz ona indi hicama da deyirik bəzən. Və pis qan dedikdə məhz toksinli qan nəzərdə tutulurdu. Amma onu da qeyd edeyim ki, və pasiyentlərimiz də, dinləyicilərimiz də bilsinlər ki, qan özünü yaradan orqandır. Yəni, biz qanı versək də, qan buraxma etsək də və yaxud etməsək də, bizim bədənimizdə, vücudumuzda olan qan hüceyrələri 3 ay müddətində özünü yeniləyir. Yəni, qan yaradıcı orqanlar tərəfindən daim qan hüceyrələri bir növ istehsal olunur. Və qanın, biz qan deyərkən yəqin ki, o qırmızı rəng gözümüzün qabağına gəlir ilk növbədə. Həmin qırmızı rəngi qana verən məhz eritrositlər və onun tərkibində olan hemoqlobindir. Bizim dalağımız, bax, bu qan hüceyrələri üçün bir növ qəbirstanlıq rolunu oynayır və 3 ayda bütün bədənimizdə olan qırmızı qan hüceyrələri dalaqda parçalanır və onun parçalanmasından bizim öd istehsalımız formalaşır. Görün, orqanizm nə qədər bir-birinlə əlaqəli vəhdət şəklində çalışır və bu da Allah Taala'nın bir möcüzəsidir təbii ki. Qanın yenilənməyən hissəsi isə məhz qanın o suyudur. Biraz belə obrazlı ifadə etsək, həmin suyu isə daim bizim böyrəklərimiz təmizləyir. İnsan böyrəkləri qanda olan xırda molekullu toksinləri xaric eləməyə hesablanıbdır. Bəs iri molekullu toksinlər, məhz iri molekullu toksinləri biz plazmaferez proseduru vasitəsilə orqanizmdən xaric eləyirik, orqanizmi detoks eləyirik, onu təmizləyirik. Mən istədim prosedurdan danışaq. Çünki qanın yuyulması deyəndə insanlar bir an düşünür, bu prosedur necə aparılır? Çünki adi bir iynədən qorxan vətəndaşlar var. Xanım bəy, mən burada ayırt etmirəm. Yəni, insanlar var ki, tanıyırıq, deyir ki, o iynəni mən görəndə təzyiqim qalxır və yaxud təzyiqim düşür. Qanın yuyulması necə gedən bir prosesdir ümumiyyətlə? Çox yaralı yerimizə toxunursunuz. Asiyə xanım, təşəkkür edirəm. Deməli, məsələ burasındadır ki, bu prosedur hal-hazırda tərəfimizdən ekstrakorporal fasiləsiz icra olunur, yüksək keçiricilikli filtrlərlə icra olunur. Təkrar edirəm, hər şey bir dəfəlikdir. Çünki çox tez-tez mütəmadi biz bu sualla rastlaşırıq. Doktor, o aparatın içində məndən öncəki pasiyentin də qanı yuyulubdur. Gələrəm birdən virus düşər, infeksiya düşər, qətiyyən belə deyildir. Aparatla qanın heç bir təması yoxdur və bu aparatlarla qan heç bir nöqtədə təmas etmir. Sensorlar və roliklər vasitəsilə hərəkətə gətirilir, süzülür, toksinlər ayrılır, təmizlənmiş eritrositlər kütlə, xüsusi deməli, kristalloid məhlullarla qarışaraq insan orqanizminə daxil olur. Proses necə baş verir? Biz öncə pasiyentlərdə bəzi analizləri götürürük. Təbii ki, analizlər nəzərdən keçirdikdən sonra, əgər pasiyentin yaxınlaşan xəstəmizin, pasiyentimizin əgər qan dəyərləri varsa, bu da keçərlidir təbii ki. Əgər yoxdursa, biz öncə deməli, qan dəyərlərinə baxırıq, ondan sonra pasiyentimizin müayinəsinə başlayırıq, qan təzyiqi yoxlanılır, qanda oksigenin miqdarı yoxlanılır, ürək fəaliyyəti kontrol olunur, yaş nəzərə alınır, çəki nəzərə alınır və deməli, ürəyin döyünmə sayı nəzərə alınır və s. Bu müayinələrimizi apardıqdan sonra isə pasiyentimizin deməli, venalarını dəyərləndiririk. Hansı vena daha yaxşıdırsa, periferik venalardan söhbət gedir. Bir dəfəlik balaca bir kateter qoyuruq və bu tam ağrısız bir prosedurdur. Heç bir ağrı hiss olunmur. Sanki bir balaca bir ağcaqanad dişləməsinə bənzər bir şeydir. Və bu kateter qoyulandan sonra artıq kristalloidlər köçürülür, qanın fizioloji durumu yaxşılaşdırılır və ondan sonra biz prosedurumuza başlayırıq. Və hər bir pasiyentə fərdi yanaşma tələb olunur həkim tərəfindən və bu xüsusilə önəmlidir. Ondan sonra prosedura başlayırıq və prosedurun gedişatı boyunca da pasiyent tərəfindən heç bir ağrı, heç bir diskomfort hiss oluna bilməz. Yenə deyirəm, çünki bütün bu prosedurlar pasiyentin fərdi göstəricilərinə hesablanmışdır və 1 saat,
saat yarım ərzində biz prosedurumuzu tamamlayırıq və yenidən pasiyentin fizioloji göstəricilərini kontrol edərək, yəni təzyiqini, saturasiyasını, pulsunu ölçərək ayağa qaldırırıq və necə ki gəlmişdi, eləcə də yola salırıq. Daha da gümrah, daha da rahat, enerjili və bir məqama da toxunum. Çox tez-tez verilən suallardandır. Doktor, mən öz avtomobilimlə gələcəm. Yenidən qayıda bilərəmmi? Əlbəttə. Hətta bizim bölgələrdən, rayonlarımızdan müraciətlər olur və onlar və çox intensiv olur. Hətta xarici ölkələrdən belə bizim pasiyentlərimiz var. Mən mütəmadi paylaşıram. Onlar da uçaqla gəlib, hətta prosedur alıb yenidən təyyarə ilə öz vətənlərinə, ölkələrinə qayıdırlar və hər şey normal, spontan, heç bir hadisə, heç bir səhhətimizdə pisləşmə və yaxud bir şey baş verə bilməz. Paylaşım demişkən, doktorumuzun Instagram və TikTok səhifəsində ekranda görürsünüz. Dünən mən özüm demək olar bütün paylaşımlarınıza baxmışam. Çox aktivdir səhifəniz və təbii bu ondan irəli gəlir ki, pasiyentlərinizin bolluğundan və pasiyentlərinizə göstərdiyiniz diqqət işinizi, yəni alın açıqlığı ilə təqdim edirsiniz də doktor. Bax, bu əsas şərtlərdən biridir. Bir daha doktorun nömrəsini də nəzərinizə çatdırım. 055-265-81-77 nömrəsi aktivdir. Zəng vurub, indidən qeydiyyatdan keçin və vaxtında, zamanında o yorğunluğu, o ruh düşkünlüyünü, o hər zaman 7-24 yuxulu vəziyyətdə gəzən insanlar var. Bax, bunların hər birinin aradan qalxsın. Xüsusən də elə bir mövsümdür ki, yazdan yaya doğru keçid edirik. Deyirlər, qanın qaynayan vaxtıdır bu mövsümlər. Məncə, bax, tam mövsümüdür məhz bu plazmaferez prosedurunu həyata keçirmək üçün. Real Hospitalda çalışır doktorumuz Zahid Xəlilov küçəsi 99/103. Doktor, vurğuladıq, bir insan ümumiyyətlə bir il ərzində bu proseduru neçə dəfə edə bilər? Məhdudiyyət var ümumiyyətlə? Aysel xanım, məsələ burasındadır ki, əgər profilaktik icra olunursa, yaz, payız, yəni 6 aydan 1 ilə qədər ümumiyyətlə effekt saxlanılır. Profilaktik kifayət eləyir, yəni biz plazmanı dəyərləndiririk, müraciət eləyib pasiyentimiz, yaxınlaşır, deyir, doktor, heç bir şikayətim yoxdur, sadəcə olaraq istəyirəm qanım təmizlənsin, istəyirəm detoks olum, artıq qanda olan zərərli toksinlərdən azad olum. Bildirim ki, profilaktik olaraq orqanizmdə icra olunan plazmaferez proseduru, baxın, dərini cavanlaşdırır, dəri ləkələrini götürür. Çox pasiyentlərimizdə gözaltı qaralmalar, üzdə ləkələr, tez-tez çıban çıxardan pasiyentlərimiz var. Sızanaqlar, irincikli sızanaqları olan, allergik səpkiləri olan pasiyentlərimiz var və s. Zərərli vərdişləri olan, siqaret, alkoqol qəbulu faktları olan pasiyentlərimiz var. Xroniki yorğunluğu olan pasiyentlərimiz var. Hansı ki, qan dəyərlərində bir problem aşkarlanmır, hər şey normaldır. Onlar profilaktik bizə müraciət edirlər və qanda olan toksinlərin xaric olması insanlarda əhval-ruhiyyəni yaxşılaşdırır, eyni zamanda da qeyd elədiyiniz kimi xroniki yorğunluğu götürür və s. Və bu effekt 6 aydan 1 ilə qədər davam eləyir. Amma bəzi xroniki xəstəliklər var ki, və bu xəstəliklərdə artıq prosedurun icra olunma mexanizmi dəyişir və onun, belə deyək, davam etmə müddəti, eyni zamanda o ardıcıllıq və neçə seans olması məhz o göstəricilərə görə dəyişir. Toxunmaq istəyirəm burada bir xırdaca olaraq bu məqama. Tutalım, şəkərli diabet xəstəsi yaxınlaşıbdır. Bildiyiniz kimi, şəkərli diabet xəstələrində əsasən nələr baş verir? Qan qatılaşır, daim qandırıcı dərman qəbul eləmək məcburiyyətindədirlər. İkincisi, qanda triqliseritlər daim yüksəlir. Biz araşdırsaq görərik ki, elə ürəyində stent olan pasiyentlərin az qala 2/3-i məhz şəkərli diabeti olan pasiyentlərdir. Mən buradan bu dediklərim sadəcə bir, necə deyim, qəbul eləməsinlər ki, bir reklam xarakterlidir. Biz bunun faktiki nəticələrini göz qabağında görürük və bizi dinləyən, yəqin ki, izləyən pasiyentlərimiz və bunu təsdiqləyərlər elə ekran arxasında oturaraq ki, həqiqətən onları özlərində də hiss ediblər. Deməli, qanda olan triqliseritlərin səviyyəsini salır aşağı. Misal üçün, triqliserit elə diabetik xəstə var ki, gəlir bizə 500-dən, elə xəstə var gəlir 5000-dən.
təbii ki, 500 triqliseridi olan yağlanması yüksək olan xəstənin alacağı seans sayı 1-2 kifayət edirsə, amma 5000 baxın normadan nə qədər çoxdur? Az qala 50 dəfəyə yaxın çoxdur. Belə pasientlərimiz də var. İnanın ki, onların qanını biz təmizləyəndə qandan çıxan mayenin, plazma dediyimiz həmin maye sanki bir süd rəngində, belə bir bulanlıq bir maye formasında xaric olur və hər seansdan sonra pasiyent özündə nə qədər rahatlaşdığını qeyd edir. Və yaxud allergik göstəricisi immunoglobulin Y deyirik. Biz yüksək bizə yaxınlaşır 3000-dən, bəzi xəstə yaxınlaşır tutalım 300-dən. Təbii ki, 300-dən yaxınlaşan pasiyentdəki seans sayı ilə 3000-dən yaxınlaşan pasiyentin seans sayı eyni deyildir. Autoimmun xəstəliklərdə çox gözəl effekt verir plazmaferez. Bunlar hansılardır? Revmatizmdir, ondan sonra nevroloji xəstəliklərdən, xüsusən dağınıq sklerozu qeyd eləmək istəyirəm. Yəni, bu dünya protokollarında artıq qəbul olunubdur. Zob xəstəliyidir, zəhərli zobda çox gözəl effektimiz olur və biz bizim endokrinoloqla bir araşdırma da apardıq və Türkiyəyə həmin araşdırmaların nəticələrini göndərdik və bizi ora konferansa dəvət elədilər və bu mövzuda çıxışımızı istədilər və çox da bəyəndilər. Digər bir tərəfdən mən tənbəl zoblara toxunmaq istəyirəm. Bildiyimiz kimi bu Hashimoto dediyimiz tənbəl zob əhali arasında çox yayılıbdır. Bu cür insanlarda maddələr mübadiləsi zəifləyir, orqanizmdə bir növ belə deyək, tənbəlləşmə gedir. Elə adı da oradan məcazi mənada tənbəl zob buradan çıxıbdır. Maddələr mübadiləsini sürətləndirir plazmaferez. Ona görə o verdiyiniz suallara cavab olaraq konkretləşdirərək, danışdıqlarımı ümumiləşdirərək demək istəyirəm ki, seans sayı təbii ki, pasiyentin şikayətlərinə bağlıdır. Qaldı o seans sayı arasındakı intervallar isə tərəfimizdən analizlərin göstəricisinə görə təyin olunur. O 1 gün ola bilər, 2 gün ola bilər, 3 gün, bəzən 1 həftəyə qədər uzada bilirik. Elə vaxtdan istifadə edib istəyirəm biraz da azon terapiyaya toxunaq. Ümumiyyətlə, tamaşaçılarımıza da bir aydınlıq gətirək ki, azon terapiyası nə deməkdir və hansı xəstəliklərdə onu məsləhət görürsünüz? Azonoterapiya, ümumiyyətlə, eferent terapiyanın, eferentologiyanın bir qoludur, bir sahəsidir. Azonoterapiya bildiyimiz kimi təbiətdə, yəni azon sərbəst şəkildə mövcud deyildir. Bu ildırım çaxanda bəzi insanlar o spesifik iyi yəqin ki, hiss ediblər. O zaman elektrik cəryanının təsiri altında deməli azon əmələ gəlir. Biz onu xüsusi aparatda, oksigen aparata daxil olduqda elektrik cəryanının təsiri altında xüsusi fizioloji məhlulu azonlaşdırırıq və azonlaşmış həmin fizioloji məhlulu biz prosedurdan sonra bu iki prosedura, həm plazmaferez, qanın yuyulmasını azonoterapiya ilə vəhdət şəkildə birləşdiririk və bu çox gözəl effekt verir. Təmizlənmiş qana birbaşa vurulan azon damar daxili iltihabı götürür, mikrosirkulyasiyanı yaxşılaşdırır, sinir sisteminə çox sakitləşdirici təsir göstərir, qanı durulaşdırır, immun sistemə müsbət təsir göstərir və eyni zamanda da azonoterapiya orqanizmdə sərbəst radikalları neytrallaşdırır. Bu, xüsusən qeyd eləmək istəyirəm, biz xroniki udduğumuz, özümüz də bu böyük şəhərlərdə bilirsiniz, daim dəm qazından nəfəs alırıq, dəm qazını istəsək də, istəməsək də məcburən qəbul edirik və o dəm qazı CO kimyəvi formulası qanda xüsusi hemoqlobinlə möhkəm birləşmələr əmələ gətirir. Həmin azon o xroniki dəm qazı zəhərlənmələrini deməli götürür aradan. Hətta xroniki dəm qazı zəhərlənmələri olan bəzi insanlarda görürsünüz ki, neuropatik ağrılar olur dizdən aşağı. Plazmaferez azonoterapiya deməli proseduru həmin o ayaq ağrılarına da çox müsbət təsir göstərir. Mən istəyirəm fürsətdən istifadə edeyim, bir daha vurğulayım ki, doktorumuz Real Hospitalda çalışır, əziz izləyicilərimiz. Burada çox önəmli nüanslara toxundu ağa doktor və düşünürəm ki, sağlamlığını etibarlı əllərə həvalə etmək istəyənlər doğru seçim edəcəklər.
Əlaqə nömrəsi 055 265 81 77 724 telefon aktivdir. Nə üçün? Qeydiyyat üçün. Bəzi vaxt insanlar zəng vurub telefon vasitəsilə istəyirlər, sual versinlər, cavablarını alsın. Elə bilirlər ki, belə sağaldılar, terapiya oldu. Xeyr, bu belə deyil. Bu nömrələr sadəcə qeydiyyat üçündür. Ekranda eyni zamanda doktorumuzun Instagram və TikTok səhifəsini görürsünüz. Daxil olun, həmin pasiyentlərlə o prosedurlar necə həyata keçirilir, izləyin və təbii ki, biz də ekranın digər pəncərəsində mütəmadi olaraq həmin görüntüləri sizə təqdim edirik. Çünki hər zaman deyirlər ki, 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Biz danışırıq. Bəzi insanların fikrində formalaşır proses, bəziləri yenə də bir sual işarəsi yaranır, cavab tapa bilmirlər. Ancaq biz həm görüntünü təqdim edirik, prosedur necə icra olunur, həm informasiyanı doktor ətraflı şəkildə sizin nəzərinizə çatdırır. Sizin üzərinizə bir iş düşür ki, ünvanı bilib müraciət edəsiniz. Ünvanı da nəzərinizə çatdırıram. Zahid Xəylov küçəsi 99/103. Mütəmadi olaraq təbii ki, həftə içi 5 gün fəaliyyət göstərirsiniz, doktor, yoxsa? 6 gün. 6 gün. 6 gün fəaliyyət göstərir. Şənbə günü işləməyənlərin nə xoş halına ki, gedib müraciət edib, yaxşıca terapiyalarını alıb, evdə də dincələ biləcəklər. Bizə tamaşaçı mesajları da var. Mən artıq dünəndən paylaşım edəndə tamaşaçılarımızda mesajlar gəlib. Burada bir mesaj diqqətimi cəlb elədim. Adətən qanın yuyulması deyəndə bəziləri ilə düşünür ki, immun sistemi zəifləyəcək. Bir xanım yazıb ki, bu prosedurdan sonra immun sistemi zəifləyə bilərmi, doktor? Gözəl sualdır. Yenə də yaralı yerimizdə ona görə ki, mütəmadi bu sualla biz rastlaşırıq. Bilirsiniz, əksinə, tam məsuliyyətlə buradan mən deməli, üzümü tamaşaçılarımıza tutub deyirəm ki, bu prosedur əksinə insanın immun sistemini stabilləşdirir, normallaşdırır. Nəyə görə? Membrandan keçən qanda olan yatmış immun kompleks hüceyrələr həmin membranla təmasda olarkən aktivləşir. Və bu aktivləşmə bizim sönmüş, bizim yatmış immun hüceyrələrimizi norma halına gətirir. Ona görə də yəni bundan söhbət gedə bilməz və biz tez-tez konferanslarda, xarici ölkələrdə şəxsən mən iştirak edirəm. Buradakı yeniliklərlə tanış oluruq. Həkim bildiyiniz kimi daim öz üzərində çalışmalıdır, biliklərini artırmalıdır. Ona görə ki, təbabət yerində qalmır, yanaşmalar dəyişir. 10 il öncəki yanaşma, 10 il öncəki dəyərlər bugün aktuallığını itiribdir. Mən düşünürəm ki, bu sual elə bax o aktuallığını itirmiş mövzulardan biridir. Mən bu sualı təbii ki, cavabını bilərəkdən yenə də bu sonuncu dəfə Moskvada Lomonosov adına universitetdə böyük bir konferans təşkil olunmuşdu. Orada iştirak edirdim. Professora sual ünvanladım və o sualla yanaşı paralel bir sualda səsləndirdim ki, pasiyentlərimiz istədim onu onun da dilindən eşitəm. Pasiyentlərimiz deyir ki, bizim qanımızda olan, hətta pasiyent yox, bəzi həkimlərimiz bunu deyir və nəyə istinad edir, mən bilmirəm. Deyir ki, bizim qanımızda olan faydalı maddələr də qan yuma prosesi lazımlı da çıxır, lazımsız da çıxır. Bilirsiniz, qanda belə bir maddə yoxdur ki, elə daim o qanda dövr eləyir, qanın bir daimi komponenti kimi ki, o çıxsın. Bunlar vitaminlərdir, minerallardır, mikroelementlərdir. Bunlar bədənimizin hər bir hüceyrəsinin, sitoplazmasının daxilində olur. Ona görə də qeyri-mümkündür ki, biz hər bir hüceyrənin tərkibindən onu xaric eləyək. Kökündən yanlış yanaşmadır və üzümü tuturam yenə də bu ifadəni işlədən insanlara, həkimlərimizə xüsusən də bunu təbii ki, həkimlər əslində deməməlidirlər. Ona görə ki, bu belə bir şey qeyri-mümkündür. Çox sağ olun, doktor. Çox ətraflı açıqlama verdiniz. Düşünürəm artıq o yaranan sual ki var, o sualın cavabını aldınız. Sağlamlığınız üçün doğru addım atın. Əvvəldə də qeyd etdim, bədənimizin bir səsi var. Gəlin o səsə diqqət yetirək. Əgər artıq doğru ünvan haradır biliriksə, seçimimiz də doğru edək. Doktoruma təşəkkürümü bildirirəm. Sağ olun, növbəti həftələrdə ümid edirəm ki, daha da geniş şəkildə davam eləyəcək bu mövzuları. Bizi sizdən qısa bir fasilə ayırır. Fasilənin dərhal ardından bərabərliyimiz davam eləyəcək.